6-cı günün sualların izahına baxırıq. İlk sualda hansı duzun sudan məhlullar mühit neytraldır? Mühit neytral olması üçün həm kation, həm anion hissə ya hər ikisi güclü, ya hər ikisi zəif olmalıdır. Birincidə kation hissə güclüdür, bura zəifdir. B-də kalium güclüdür, SO4 turşusu qalıq, bu da güclüdür. Cavab burada B variantı olacaq. Burada güclü olan tərəf SO4'dür, bu zəifdir. Burada kation güclüdür. Bir dəqiqə. Bu güclüdür, bu hissə zəifdir. Burada bu güclüdür, bu hissə zəifdir. Burada da bu güclüdür, bu zəif idi. Sonra 88 nömrə tapşırıqda hansı halda anionların reduksiya edicilik qabiliyyəti azalır? Reduksiya edicilik qabiliyyətin sırasını yazaq. Deməli, bax bu istiqamətdə reduksiya edicilik artır. Bizə isə azalır desə, yəni bu istiqamətdə baxacağıq. Soldan sağa doğru reduksiya edicilik zəifləyəcək. Bu da uyğun gələcək, deməli. Bu da uyğun gəlir E variantında. Yod, xlor, burada OH. Bu istiqamətdə azalmış olur. Daha sonra davam edirik. Növbəti suala 56'ya baxırıq. Burada deməli, hidratlaşmış alfa, A və B iyonlarının yerində hansı iyonlar ola bilər? Mənfi və müsbət yüklü hissəciklər bir-birini cəzb etdiyinə görə, əgər mənfilər A-ya doğru yaxınlaşıbsa, deməli A müsbət bir hissəcikli iyondur. Müsbətlər B-yə yaxınlaşırsa, deməli B mənfidir. İndi variantlarda elə cavab tapmalıyıq ki, A müsbət olsun, B mənfi olsun. Bu da uyğun gələcək. Burada ikisi də müsbətdir. Bu mənfidir, düzgəmi. Bu müsbət, bu mənfi. C variantı olacaq. Sonra növbəti suala baxırıq. 43 nömrəli test tapşırığında kalium nitratın suda məhlul elektrolizindən katoda 8 mol qaz ayrılmışdır. S elektroliz zamanı cəmi neçə mol qaz alınır? Bunun üçün gəlin bunun, bu duzun, kalium NO3 duzunun suda məhlulunun elektrolizinə baxaq. Deməli, bu aktiv metal oksigen turşu qalığından əmələ gələn bir duzdur. Və bu elektroliz uğrayanda katodda hidrogen, anodda oksigen, məhlulda isə duzun özü qalacaq. Yəni elektroliz nəticəsində elektrolizlərdə suyun parçalanması nəticəsində əmələ gələn H müsbət OH mənfi iyonlar gedəcək. Yəni bu maddələr alınacaq. İndi deyək ki, katodda, yəni bax burada 8 mol iyon əmələ gəlibdir. 8. Və deyir, ümumi nə qədər cəmi neçə mol qaz alınır. Qaz da burada 2 yerdə var. Bir bu H2, bir də burada oksigen. Bu da 1 moldur da. İndi 2 mol olanda 1 mol oksigen olur. Və 8 mol olanda oksigen qədər əmələ gəlir. Bura 1 x qoyub x-i tapırıq ki, 8 bölü 4. Deməli, cəmidir deyirsə, deməli bu 8 bundan əmələ gəlmişdir. Buradan da 4, 4-ün üstündən 8 gəlib 12 ümumi mol eləyəcək. Sonra 44 nömrə test tapşırığında 2 mol kalium ortofosfat tuzunun tam elektrolytik dissosiasiyasından cəmi neçə mol iyon əmələ gələr? Ona görə gəlin bunu tapmaq üçün bunun iyonlara ayıraq. 3 mol kalium müsbət, üstə gəl ayağının 3 var, 3 mol kalium müsbət. Bu isə ortofosfat turşusunun qalığıdır. PO4, 3 mənfi. 3 molundan 1 molundan cəmi 4 mol. Amma bu 1 mol duz iyon gəlir. 1 mol duz iyonlara ayrılanda 4 mol iyon əmələ gəlir. Amma 2 mola x qoyub x-i də tapırıq 8. Cavab B variantı.